Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Əgər evdə rəngi qaralmış, saralmış tülləriniz varsa, aspirinin köməyi ilə asanlıqla ağarda bilərsiniz. Tülləri maşında yumazdan öncə soyuq suyun içərisinə biraz duz, biraz da soda əlavə edib qarışdırıram. Tülü bu suyun içərisində ən azı 15-20 dəqiqə saxlayıram. Suda qaldıqda üzərindəki tozlar yumşalmış olur. Sonradan maşında yunduqda daha tez ağarır. Tülləri yumaq üçün 4 ədəd aspirin götürmüşəm. Həməkdəstədə əzib xırdalayıram. Maşının yuyucu vasitə əlavə olunan bölməsinə əvvəlcədən əzdiyim aspirini, biraz da soda əlavə edirəm. Sonda yuyucu vasitə əlavə edirəm. İstənilən yuyucu vasitədən istifadə etmək olar. Tülü duzlu sodalı suyun içərisindən çıxardıb maşına yerləşdirirəm. Delikatnaya proqramı seçib 30 dərəcədə 400 sıxma rejimində pərdələri yuyuram. Baxın, tülün rəngi ağappaq oldu. Həqiqətən də əvvəlkindən qat-qat fərqlidir. Mükəmməl görünür, yenisindən seçilmir. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Bəs siz necə, tüllərinizi hansı üsulla yuyursunuz? Öz bildiklərinizi kanalımızın şərh bölməsində bölüşə bilərsiniz. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi unutmayın.